Hər bir insanın 3 valideyni var. Atası, anası, ata və anasının bir-biri ilə münasibəti. Sən övladlarına qarşı super ata ola bilərsən. Mehriban və çox gözəl bir ana ola bilərsən. Amma həyat yoldaşınla münasibətin yaxşı deyilsə, övladın valideynlərindən birini itirmiş kimidir. Siz onlara oyun oynasanız da, rola girsəniz də, özünüzü xoşbəxt göstərsəniz də, onlar sizin nə hiss etdiyinizi anlayırlar. Ata-ana arasında olan konflikt, problem, mübahisə uşaq üçün bəzən ciddi bir travmaya çevrilə bilər. Ən böyük yaralar, ən böyük travmalar, hətta bipolyar kimi, şizofreniya kimi önəmli xəstəliklər bu yaşlarda bu davalarla başlaya bilər. Bu konfliktlərdə ən çox travma alan övladlar evin birinci övladları olur. Bir valideynin neçə övladı ola bilər, amma bir uşağın sadəcə bir atası və bir anası var. Bəzən bilir ki, hansı valideyni haqsızdır, amma bilmir ona nifrət etsin, yoxsa onu sevsin. İçdən-içə onu sevmək istəyir. Amma ağlı, məntiqi, vicdanı onun haqsız olduğunu görür, uşaq ruhu ilə çaş-baş qalır. Bu isə psixoloji cəhətdən o qədər ağır və ziyanlı haldır ki, bir insanın psixologiyasını tamamilə çökürdə bilər. Uşağın bütün dünyası ata-anasından ibarətdir. Ata-ananın arasında olan konflikt onun üçün dünya müharibəsi qədər ağır və dözülməzdir. Bu məşhur kəlamı da yaddan çıxarmayaq.